Hər vaxtınız xeyir. Gəlin, bugün çox maraqlı bir mövzuya toxunaq. Yüksək gərginlik mühəndisliyi və onun süni intellektlə olan heç ağlınıza gəlməyən əlaqəsi. Yox, bu sadəcə elektrik xətlərindən danışan sıxıcı bir mövzu deyil. Bu, gələcəyimizi enerji ilə təmin edəcək beynin necə yarandığının hekayəsidir. Düzünü desək, yəqin ki, çoxumuzun ağlına ilk bu gəlir, elə deyilmi? Amma inanın, bu hekayənin görünməyən tərəfləri qat-qat maraqlıdır. Odur ki, hazır olun, çünki bu təsəvvürünüzü kökündən dəyişmək üzrəyik. Bəli, eynilə, yüksək gərginlik əslində sadəcə bir xidmət növü deyil, heç deyil. O, sanki müasir dünyamızın qan-damar sistemidir. Hər şeyi bir-birinə bağlayan, inkişafı mümkün edən, cəmiyyətimizi ayaqda saxlayan o təməl gücdür. Bir anlıq təsəvvür edin, o olmasa, müasir həyatımız sözün əsl mənasında donub qalar. Yaxşı, gəlin görək bugün nələrdən danışacağıq. Əvvəlcə enerji supermagistralının nə olduğuna baxacağıq. Sonra bu texnologiyanın gündəlik həyatımızdakı gizli tətbiqlərini kəşf edəcəyik. Oradan sistemlərin necə daha ağıllı və səmərəli olduğuna keçəcəyik. Və əlbəttə, işin ən maraqlı hissəsi, süni intellektin bu oyuna necə daxil olduğunu və bütün bunları gələcəyin enerji beyninə necə çevirdiyini görəcəyik. Elə isə gəlin ilk bölməmizlə başlayaq. Enerji supermagistralı, yəni enerjini necə səmərəli şəkildə daşıyırıq. Düşünün ki, bu texnologiya enerjinin istehsal edildiyi o uzaq məntəqədən düz evimizə qədər olan səyahətinin onurğa sütunudur. Yaxşı, bəs sual oluna bilər. Niyə məhz yüksək gərginlik? Niyə başqa cür yox? Cavab əslində çox sadə bir fizikadadır. Baxın, elektrik enerjisini naqillərlə göndərəndə onun bir hissəsi istiliyə çevrilir və itir. Bu, müqavimətə görədir. Amma gərginliyi artırdığımız zaman eyni gücü daha az cərəyanla ötürə bilirik. Və daha az cərəyan nə deməkdir? Bəli, qat-qat az enerji itkisi. Məhz bu prinsip sayəsindədir ki, uzaq dağlardakı külək fermalarından və ya səhradakı günəş stansiyalarından gələn o təmiz enerji şəhərlərimizə demək olar ki, itkisiz gəlib çata bilir. İndi isə gəlin, bu texnologiyanın gündəlik həyatımızdakı, bəlkə də heç fərqində olmadığımız yerlərinə baxaq. İnanın mənə, o, düşündüyümüzdən də çox, lap gözümüzün önündə gizlənib. Məsələn, hər səhər işə getdiyimiz metrolar, o sürətli qatarlar, şəhərdəki elektrikli avtomobillər, bunların hamısı hərəkət etmək üçün məhz yüksək gərginlikli sistemlərə möhtacdır. Və ya düşünün, getdikcə daha çox gördüyümüz o elektrikli avtomobillər necə olur ki, yüzlərlə kilometr məsafə qət edə bilir? Sir onların səmərəli, yüksək gərginlikli batareya sistemlərindədir. Amma bəlkə də ən təəccüblü tətbiqlərdən biri tibb sahəsindədir. Xəstəxanadakı o rentgen aparatları, mürəkkəb MRT cihazları, onların hamısı işləmək üçün gücü yüksək gərginlikdən alır. Hətta daha da irəli gedək, cərrahi alətləri sterilize etmək üçün istifadə olunan ən modern plazma texnologiyaları belə bu prinsip üzərində qurulub. Möhtəşəm deyilmi? Yaxşı, bura qədər hər şey aydındır. Amma süni intellektin səhnəyə çıxmasından çox-çox əvvəldə bizim enerji sistemlərimiz təkamül keçirirdi, daha ağıllı, daha səmərəli olmağa çalışırdı. Gəlin o təkamülə süni intellektdən əvvəlki dövrə bir nəzər salaq. Fərqi görmək üçün bu müqayisəyə baxmaq kifayətdir. Baxın, soldakı ənənəvi şəbəkəni bir tərəfli hərəkət olan köhnə bir küçə kimi düşünün. Enerji yalnız bir istiqamətdə, stansiyadan evə doğru axır. Problem olanda da adətən artıq iş işdən keçmiş olur. Amma sağdakı ağıllı şəbəkə, o tamamilə başqa bir aləmdir. Bu, məlumatın və enerjinin hər iki istiqamətdə axdığı iki tərəfli bir supermagistraldır. Yəni, siz evinizdəki günəş panelindən artıq qalan enerjini şəbəkəyə geri sata bilərsiniz. Bu sistem sadəcə səmərəli deyil, o sanki canlı bir orqanizmdir. Problemləri qabaqcadan hiss edib özü-özünü sağalda bilir. Bəs bu böyük sıçrayış nəyin sayəsində mümkün oldu? Bir neçə əsas innovasiya var. Məsələn, daha davamlı, yeni nanokompozit materiallar şəbəkəni daha etibarlı etdi. Amma məncə ən həyəcan verici olanı super keçirici texnologiyalardır. Bir anlıq təsəvvür edin, elə materiallar var ki, elektrik cəryanına qarşı demək olar sıfır. Bəli, sıfır müqavimət göstərir. Bu, enerjini heç bir itki olmadan bir nöqtədən digərinə ötürmək deməkdir. Üstəlik, bütün avadanlığın vəziyyətini saniyə bə saniyə yoxlayan onlayn diaqnostika sistemləri də var. Bütün bunlar infrastrukturumuzu daha da güclü edir. Və nəhayət hekayəmizin zirvə nöqtəsinə, hər şeyi dəyişən o məqama gəlib çatdıq. Süni intellektin bu oyuna daxil olması. Baxın, bu sadəcə kiçik bir yenilik, bir təkmilləşdirmə deyil. Bu, sanki bütün o güclü bədənə, yəni enerji şəbəkəsinə
bir beyin əlavə etmək kimidir. Bəs bu beyin necə işləyir? Gəlin baxaq. Əvvəlki kimi avadanlığın qırılmasını, işığın sönməsini gözləmirik. Xeyr. İndi süni intellekt minlərlə sensordan gələn məlumat axınını dayanmadan analiz edir. Ən kiçik, gözlə görünməyən bir anomaliya, bir fərqlilik axtarır və onu tapan kimi sanki bizə pıçıldayır. Diqqət, filan yerdəki transformatorun istiliyi biraz artıb, bir neçə həftəyə sıradan çıxa bilər. Görürsünüz, bu artıq problemə reaksiya vermək deyil, problemi yaranmadan öncə həll etməkdir. Tamamilə praktik bir yanaşma. Bu qabaqcadan görmə qaidiyyətinin mərkəzində isə rəqəmsal əkiz deyilən möhtəşəm bir texnologiya dayanır. Gəlin bunu sadələşdirək. Təsəvvür edin ki, hər bir fiziki transformatorun, hər bir kabelin kompüterdə mükəmməl bir virtual kopyası var. Sanki ultra-realistik bir simulyasiya oyunu kimidir. Süni intellekt bu virtual dünyada istədiyi ssenarini sınaqdan keçirə bilir. Güclü fırtına, ani yüklənmə, istənilən qəza vəziyyəti, milyonlarla ssenarini və bütün bunları real avadanlığa heç bir zərər vermədən edir. Nəticədə, real dünyada bir problem yaranmazdan əvvəl onun necə davranacağını öyrənir və həllinə tapırıq. Amma süni intellektin bacarıqları təkcə problem proqnozlaşdırmaqla bitmir əlbəttə ki, o həm də külək və günəş kimi mənbələrdən gələn və daima dəyişən enerjini tarazlaşdırır. Bütün şəbəkədəki enerji axınını hər an optimallaşdırır. Hətta ən təhlükəli təmir işlərini görmək üçün robotları idarə edir. Bu həqiqətən də səmərəlilik və təhlükəsizlikdə tamamilə yeni bir səviyyə deməkdir. Beləliklə, bütün bu deyilənlər bizi gələcəyə gətirib çıxarır. Yüksək gərginliyin gücü ilə süni intellektin zəkasının tamamilə bir-birinə qovuşduğu bir dünyaya. Artıq bu, sadəcə naqillərdən ibarət bir şəbəkə deyil, bu özü düşünən, öyrənən və qərar verən canlı bir enerji beynidir. Və bu gələcəyin bəlkə də ən möhtəşəm mənzərəsi budur. Gəlin birlikdə təsəvvür edək. Süni intellektin idarə etdiyi super keçirici naqillərdən ibarət bir şəbəkə. Bu nə deməkdir bilirsinizmi? Bu o deməkdir ki, stansiyada istehsal olunan enerji evimizə, zavodlarımıza demək olar ki, sıfır itki ilə çatır. Bu sadəcə bir yenilik deyil. Bu, enerji səmərəliliyində əsl inqilabdır. Bax, mənbədəki bu sitat bütün bu gələcək vizyonunu bir cümlədə mükəmməl şəkildə ifadə edir. Onlar, yəni yüksək gərginlik və süni intellekt birlikdə bizim enerji sistemlərimizin beyni rolunu oynayacaqlar. Biri sistemin gücü əzələsidirsə, digəri onun ağlı və zəkasıdır. Bu ikisi birlikdə dayanıqlı, etibarlı və ağlasığmaz dərəcədə ağıllı bir enerji gələcəyi vəd edir. Və biz də bu təhlili çox vacib, düşündürücü bir sualla yekunlaşdırırıq. Bəli, bu texnologiyanın faydaları göz qabağındadır, danılmazdır, amma biz bəşəriyyət olaraq enerji kimi həyati bir infrastrukturun idarə etməsini tamamilə süni intellektə, avtonom sistemlərə həvalə etməyə hazırıqmı? Bu, şübhəsiz ki, gələcək illərin ən böyük və ən mürəkkəb müzakirələrindən biri olacaq.